Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən yolda yenidən qurma işləri başa çatıb. Qeyd edeyim ki, yolda aparılan işlər Prezident İlham Əliyevin keçən il imzaladığı müvafiq sərəncama əsasən yüksək səviyyədə icra olunub. Onu da bildirim ki, yol 4-cü texniki dərəcəlidir və ümumi uzunluğu 9,4 kilometrdir. Yolun hərəkət zolaqlarının eni isə 6 metrdir. Avtomobil yolu bir gediş, bir gəliş olmaqla iki zolaqdan ibarətdir və hərəkət hissəsinin eni 6 metr təşkil edir. Yenidən qurma işləri çərçivəsində torpaq yatağının genişləndirməsi işləri həyata keçirilib. Ondan başqa yağış sularının kənarlaşdırılması məqsədi ilə su ötürücü borular quraşdırılıb, beton küvetlər inşa edilib. Eləcə də yol əsası tikilərək 2 lay asfaltbeton örtü döşənilib. Yol boyu üfüqi xəttlənmə işləri həyata keçirilib, eləcə də müxtəlif növ yol nişanları quraşdırılmışdır. Onu da əlavə edim ki, yolda nəqliyyatın rahat təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri işlər də görülüb.